Novruzla bağlı sual verəcəm. Hə, Novruzda deyilir ki, o oddan içindən tullana deyir ki, ağırlığım, uğurluğum odda qalsın. Yəni bunun açıqlamasını zəhmət olmasa, burada bu kəlmə nəyi ifadə edir, nəyi bildirir? Ümumiyyətlə tonqalın üstündən tullanmaq da elə özü də nəyi ifadə edir bu? aydındır. Demək, türklərdə bir ocaq kültürü olub. Ocaq kültürü deyəndə bu otpərəstlikdən və zərdüştlükdən fərqli bir kültürdür. Ocaq sözü ilə fonetik bənzərliyə malik olan cocuq, çağa, çoxalma kökü var. Zamanımız yoxdur, bunu qısaca deyirəm. Türklər ata yurdundan daim nə edirdi? Ocağın bir böyük közünü götürürdü. Növbəti ailə ayrılır, aparıb ocağı həmin o köz ilə yandırırdı. Və bu səbəbdən də İnanılırdı ki, bir ailənin davamlı olması, yəni ailə qurması, uşaqlarının olması, həmin dil ilə desək, cocuğunun, çağasının olması ateş olan ocaq ilə rəmzləşdirirdi. Və bu səbəbdən də yanan közdən bir közü götürüb ailə quran gedib növbəti ocağı satırdı. Və bu səbəbdən də bir qarğış var, deyirlər ocağın sönsün. Ocağın sönsün nədir? Demək ki, bir atanın yurdundan artıq onun közündən götürüb, aparıb yeni ailə quracaq kimsəyə qalmasın deməkdir. Həmçinin ateş, ocaq türklərdə arınma vasitəsi idi. Düşünülürdü ki, ocaq pis qüvvələri qovur. İnsanlar demək, baharın gəlməsini, martın 21-də günəşin oyanmasını, yəni Naruzu rəmzləşdirərək göstərərkən ocağın üstündən atılaraq qeyd edirdi ki, ağrım və ağırlığım ocağa. Lakin daha sonra bu fonetik dəyişim ilə bilərəkdən və ya bilməyərəkdən ağırlığım, uğurluğum ocağa kimi deyilmişdi. Və hər kəs bunu o formada dediyindən mən də ağız alışqanlığı olaraq zaman-zaman, məsəl üçün Novruz deyirəm, çünki dərslikdə, rəsmi yerlərdə bu cür danışdığımızdan, məsəl üçün Novruz yox, Novruz deyirik və ya ağırlığım, uğurluğum oxuduğumuzdan ağırlığım, uğurluğum deyirik. Lakin sual yaranır ki, insan niyə uğurunu ocağa atsın? Məsələ buradadır ki, burada uğurdan getmir. İnsanın bir ağrısı var, bir ağırlığı var. Yəni əski türk dilində bu iki ayrı fərqli anlayışdır. Ağrı, yəni can ağrısı, bədənin ağrısıdırsa, ağırlıq isə sənin bütün bildiyin problemlərdir. Yəni əski türk dilində ağırlıq dedikdə bu günümüz problem sözünə qarşılıq gəlir. Və qədimdə insanlar ocağın üstündən atılanarkən deyirdi ki, ağrım və ağırlığım ocağa. Və daha sonra bu ağrım, uğurluğum kimi yazılmış və bu formada təhlil olunmuşdur.